Bürc TV Qaraskop həvəskarlarına 14 oktyabr 2025-ci il tarifi Ucun Ulduz falını təqdim edir. Əməyə qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qoç. Səhər saatlarında biraz əsəbi və gərgin olacaqsınız. İş tapşırıqları ilə ev problemlərini eyni anda həll etməli olacaqsınız ki, bu da sizi sakitləşdirməyəcək. Günü sizə tanış olan, xüsusi çətinlik yaratmayan və başqalarının iştirakı tələb olunmayan işlərlə başlayın. Bu yolla özünüzü tədricən lazımi ruh halına kökləyə biləcəksiniz. Günün ikinci yarısı daha uğurlu keçəcək. Əksər qoçlar emosiyalarını idarə edə biləcəklər. Ətrafınızdakı insanlarla anlaşmaq və istədiyiniz nəticəni əldə etmək mümkün olacaq. Qohumlar və dostlar sizə kömək etmək istəyəcəklər və bu çox yerinə düşəcək. Xüsusilə vacib məsələlərin həllinə başlamaq üçün əla vaxtdır. Əksər qoçlar güc və enerji axını hiss edəcəklər, buna görə də hər cür gözlənilməzliklərin öhdəsindən asanlıqla gələcəklər. Yeni və perspektivli ideyalar yaranacaq və onları tez bir zamanda həyata keçirmək mümkün olacaq. Həmkarlar və rəhbərliklə münasibətlər olduqca uğurlu alınacaq. Çox güman ki, siz əlavə məsuliyyətlər götürməli olacaqsınız, amma bu mütləq mükafatlandırılacaq. Günün sonuna doğru ailə ilə bağlı məsələlər yenidən diqqət tələb edəcək. Yaxınlarınıza problemlərinin həllində kömək etməli olacaqsınız, amma bu sizin üçün çox da çətin olmayacaq. Əla xəbərlər sizə bütün gün üçün yaxşı əhval-ruhiyyə bəxş edəcək. Bir çox qoçlar xüsusilə nitq qabiliyyəti ilə seçiləcək və inandırıcı olacaqlar. Bu, onlara uğurlu danışıqlar aparmağa, sərfəli əməkdaşlıq qurmağa və faydalı əlaqələr yaratmağa imkan verəcək. Təcrübəli həmkarların fikirlərinə qulaq asın, çox güman ki, onların məsləhətləri sizə gələcək üçün perspektivli ideyalar verəcək. Cazibədarlığınız xeyli artacaq və bu, diqqətdən yayınmayacaq. Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir, amma bu münasibətlərin davamlı olub-olmayacağını zaman göstərəcək. Diqqəti şəxsi məqsədlərə yönəltməyin vaxtıdır, bugün bu iş üçün ən uyğun gündür. Ola bilər ki, kiminsə sizi çaşdırmaq və ya öz maraqları naminə istifadə etmək cəhdi olsun, ona görə də ayıq olun. Bəzi qoçlar öz maraqlarını qorumaq üçün kifayət qədər sərt davranmalı olacaqlar. Vacib işləri günün ikinci yarısına saxlamayanlar əla nəticə əldə edəcəklər. Səhər saatları xüsusilə məhsuldar keçəcək, sonra isə gündəlik işlərdən yayınıb dincəlmək istəyi yaranacaq. Axşam ünsiyyət üçün əlverişlidir. Yeni tanışlıqlar da mümkündür, amma onlardan çox şey gözləməyə dəyməz. Səbirli və ehtiyatlı olun, bu keyfiyyətlər bugün sizə xüsusilə lazım olacaq. Ətrafınızdakılarla fikir ayrılıqlarından yayınmaq çətin olacaq, lakin incəlik və diplomatiya hər şeyi yoluna qoymağa kömək edəcək. İşlərinizdə başqalarının köməyinə çox bel bağlamayın, sizə kömək etmək istəsələr də nə istədiyinizi onlara izah etmək adi haldan çətin olacaq. Bugün geniş miqyaslı layihələrə başlamaq üçün münasib deyil. Əvəzində əvvəlki işləri tamamlamalı, sənədlərdə qayda yaratmalı və keçmiş səhvləri analiz etməlisiniz ki, gələcəkdə onları təkrarlamayasınız. Çətin olacaq, amma öhdəsindən gələcəksiniz. Bəzi qoçlar başqalarının fikirlərinə həddindən artıq həssas yanaşacaqlar, bu isə hər zaman düzgün deyil. Zərif davranmaq heç vaxt ziyan etməz, amma öz mövqeyinizi müdafiə etməyi də unutmamalısınız. İşlərə diqqət toplamaq adi günlərlə müqayisədə daha çətin olacaq, buna görə də yeni işlərə başlamaq üçün bugün elə də münasib deyil. Heç olmasa başladığınız işi yarımçıq qoymayın, bu gələcəkdə sizə böyük fayda verəcək. Axşam ev işlərinə diqqət yetirmək lazım olacaq. Onlar xeyli yığılıb, bu səbəbdən yaxınlarınızın köməyindən imtina etməyin, xüsusilə də onlar bunu könüllü şəkildə təklif edəcəklər. Buğa. Siz ətrafınızdakı insanlarla asanlıqla dil tapa biləcəksiniz və onları öz tərəfinizə çəkəcəksiniz. Bəzi köhnə rəqibləriniz belə sizin tərəfinizə keçə bilər. Ətrafınızdakı insanların maraqlarını və hisslərini digərlərindən daha yaxşı anlayacaqsınız. Vacib danışıqlar, konfranslar və çıxışlar üçün uğurlu gündür. Bəzi buğalar gözlə görünən gəlir əldə edəcəklər. Əgər sizi ictimai tədbirə dəvət etsələr, imtina etməyin. Siz həm zərifliyiniz, həm də biliklərinizlə seçiləcək, üstəlik faydalı tanışlıqlar da qazana biləcəksiniz. Bu, böyük nailiyyətlər və uğurlu imkanlar günüdür. Bir çox buğalar nüfuzlu şəxslərin rəğbətini qazanacaq və onların dəstəyini əldə edəcəklər.
Yeni tərəfdaşlarla sizin üçün əlverişli şərtlərlə razılığa gəlmək asan olacaq. Bütün işlərin öhdəsindən tək başına gəlmək məcburiyyətində qalmayacaqsınız. Köhnə həmfikirləriniz bütün təşəbbüslərinizi dəstəkləyəcəklər. Gəlirlərinizin nəzərə çarpacaq dərəcədə artmasını gözləyə bilərsiniz. Sizin cazibədarlığınız xeyli artacaq. Bəzi işgüzar münasibətlər romantik səviyyəyə keçə bilər, amma bu işlərinizə mənfi təsir etməyəcək. Uğur qazanmaq şansını əldən verməyin. Bugün ulduzlar sizi hər işdə dəstəkləməyə hazırdır. Bir çox orijinal ideyalar yaranacaq və onları tezliklə həyata keçirmək mümkün olacaq. Birgə işlər son dərəcə səmərəli alınacaq. Bir çox buğalar əvvəllər ortaq dil tapa bilmədikləri insanlarla münasibətləri yaxşılaşdıracaqlar. Danışıqlar, çıxışlar və rəhbərliklə vacib məsələlərin müzakirəsi üçün əla zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə tezliklə çatacaqsınız. Axşam yaxınlarınızla səmimi söhbətlər üçün münasibdir. Uzun müddətli fikir ayrılıqlarını aradan qaldırıb münasibətlərinizi daha istəyə biləcəksiniz. Səhər saatlarında sizi sevindirəcək xoş sürpriz və ya yaxşı xəbər əhvalınızı qaldıracaq. Bu həvəs dalğasında əvvəllər hər kəsi çətin vəziyyətə salan məsələləri həll edəcəksiniz. Sonra isə hansısa bir köhnə səhvi düzəltmək imkanı yaranacaq və siz bu fürsəti qaçırmayacaqsınız. Sizə kömək etmək üçün köhnə tanışlar ortaya çıxacaq və onlardan bunu xahiş etməyə belə ehtiyac qalmayacaq. Günün ikinci yarısı daha sakit keçəcək. Ailə məsələləri və qohumlara yardım üçün əlverişli zamandır. Sevdiyiniz insanın dəstəyinizə ehtiyacı ola bilər, səmimi bir söhbət üçün vaxt ayırın. Xırda anlaşılmazlıqlara çox fikir verməyin. Buğalar bugün həssas və incik ola bilər, amma özləri də fərq etmədən kobudluq edə bilərlər. Vacib insanlarınızla münasibətlərdə gərginliklər mümkündür. Belə bir hal baş verərsə, təşəbbüs göstərərək barışıq yolunda ilk addımı siz atın. Yeni işlərə başlamaq üçün uyğun gün deyil. Məlumat gecikmələri mümkündür və bu işinizin nəticəsinə təsir edə bilər. Axşamı sakit və rahat atmosferdə, ailə ilə və ya tək keçirmək daha yaxşıdır. Özündən razılıq sizə zərər verə bilər. Buna görə də ünsiyyət tərzinizə fikir verin, üzərinizə həddindən artıq məsuliyyət götürməyin və hər vəziyyətdə israr etməkdən çəkinin. Təvazökar və ehtiyatlı buğalar narahat edici səhvlərdən yayınacaq, nüfuzlarını qoruyub saxlaya biləcək və vacib şəxslərlə münasibətləri düzəldə biləcəklər. Uğura çatmaq üçün sizə çatışmayan bacarıqları mənimsəmək üçün əlverişli zamandır. Təkcə təcrübə ilə öyrənmək deyil, həm də təcrübəli həmkarlarınızdan sual verməklə faydalanmaq imkanı olacaq. Nəticələr sizi xoş şəkildə təəccübləndirəcək. Əkizlər. Səbirli olun, bugün sizə xüsusilə lazım olacaq. Hadisələr istədiyiniz kimi getməyə bilər. Planlarınızı dəyişməyə məcbur qalacaqsınız. Bəzi işləri təxirə salmalı və ya ümumiyyətlə ləğv etməli olacaqsınız. Öyrənəcəyiniz yeni faktlar sizi bəzi məsələlərə yenidən baxmağa vadar edəcək. Lazım olan hər şeyi bacaracaqsınız, amma bunun üçün daha çox vaxt və səy sərf etmək lazım gələcək. Hər şeydə müsbət tərəf tapmağı bacaran əkizlər bu günü daha rahat keçirəcəklər. Axşam isə dincəlmək və güc toplamaq çox vacibdir. Optimist ruh halı bəzən sizə mənfi təsir göstərə bilər. Bu səbəbdən heç yerə tələsməyin, səbirli olun və etibarlı tərəfdaşlardan məsləhət almaqdan çəkinməyin. Əgər düşünülməmiş qərarlardan çəkinə bilsəniz, əla nəticələr əldə edəcəksiniz. Bütün gözləntilərinizin doğrulmaması mümkündür və buna əvvəlcədən hazır olmaq lazımdır. Günün ikinci yarısı əksər əkizlər üçün uğurlu keçəcək. Yaradıcılıq qabiliyyətiniz çətin və qeyri-müəyyən situasiyalardan çıxış yolu tapmağa kömək edəcək. Ambisiyanız artacaq. Bu enerjini düzgün yönləndirə bilsəniz, karyerada sürətlə irəliləyəcəksiniz. Əgər emosiyalarınızı nəzarətdə saxlaya bilsəniz, gün pis keçməyəcək. Səhər saatlarında bir çox əkizlər əsəbi olacaq, hər xırda şeyə görə mübahisə etməyə meyilli olacaqlar. Bu cür davranışlara yol verməsəniz yaxşı olar, əks halda sizin üçün vacib olan münasibətləri poza bilərsiniz. Bəzi səylər nəticəsində özünüzü toparlaya biləcəksiniz və bütün məqsədlərinizə çatacaqsınız. Ambisiyanız artacaq. Bu enerjini düzgün istiqamətə yönləndirsəniz, təkcə işgüzar nüfuzunuzu möhkəmləndirməklə kifayətlənməyəcək, gələcək uğurlarınız üçün möhkəm təməl də atmış olacaqsınız. Günün əvvəlində emosiyalarla başa çıxmaq çətin olsa da, özünüzü sakit və ağıllı aparmağa çalışın.
Bu zaman şəxsi həyatla bağlı tələsik qərarlar vermək üçün heç də uyğun deyil. Hərəkət etməzdən əvvəl vəziyyəti diqqətlə dəyərləndirin və nə istədiyinizdən tam əmin olun. Günün ikinci yarısında hər şey öz yerini tutacaq və siz özünüzü tələsmədiyiniz və səhvlər etmədiyiniz üçün təqdir edəcəksiniz. Vacib söhbətlər üçün məhz bu vaxt uyğundur. İş və şəxsi məsələləri müzakirə etmək olar, sizi anlayacaqlar və dəstək verəcəklər. Günün birinci yarısı məhsuldar keçəcək. Əkizlər özlərini enerjili hiss edəcək, uzun müddətdir təxirə salınan işləri həll edə biləcəklər. Ətrafdakılarla asan razılığa gələcəksiniz, hətta əvvəllər sizə qarşı çıxanlar da sizin tərəfinizi tutacaqlar. Heç nəyi sabaha saxlamaq lazım deyil. Axşama doğru emosiyaları idarə etmək çətin olacaq, bəzən özünüzü cilovlaya bilməyəcəksiniz. Ancaq ciddi mübahisələr olmayacaq, çünki sevdiyiniz insan sizi dəstəkləyəcək. Hər şey asan olmayacaq, buna görə də səbirli olun. Bir çox əkizlər öz işlərini bir kənara qoyaraq ev problemlərini həll etməli olacaqlar. Ətrafdakılarla konfliktlərdən qaçmaq çətin olacaq, düşünmədən danışmaq və emosiyalarla hərəkət etmək vərdişiniz buna mane olacaq. Bununla belə, əgər təmkinli olsanız, hər şey pis nəticələnməyəcək. Dostlar və yaxınlarla fikir ayrılıqları ola bilər. Bütün planlarınızı həyata keçirmək mümkün olmayacaq. Vəziyyətə qarşı durmağa çalışmayın, bəzən biraz geri çəkilmək inadkarlıqdan və boşuna enerji sərf etməkdən daha ağıllı olar. Xərçəng. Bugün sağlam düşüncənizlə hamını təəccübləndirəcəksiniz. Heç kim sizi aldatmağa müvəffəq olmayacaq. Uzun müddət çətin görünən bir çox məsələni həll edə biləcəksiniz. Müqavilə imzalamaq və işgüzar əlaqələr qurmaq üçün uğurlu gündür. Əmlakla bağlı məsələlər də uğurla nəticələnəcək. Təhsil alan və ya ixtisasını artıran xərçənglər üçün yeni bilikləri mənimsəmək asan olacaq. Maliyyə məsələlərində diqqətli olun. Həddindən artıq xərcləmək sizi çətin vəziyyətə sala bilər. Uğurlu gündür, baxmayaraq ki, işlərdə ciddi sıçrayış gözləmək lazım deyil. Uzun müddətdir başa çatdıra bilmədiyiniz xırda işləri tamamlayacaqsınız. Bir çox xərçənglər öz işlərindən ayrılıb yaxın insanlara kömək etmək məcburiyyətində qalacaqlar, lakin bu onlara ağır gəlməyəcək. Bundan əlavə, sizin üçün doğma olan insanlarla münasibətləri xeyli möhkəmləndirmək mümkün olacaq. Günün sonuna doğru öz fikrinizi müdafiə etmək çətin olacaq. Başqalarının fikirlərinə qarşı daha həssas olacaqsınız, buna görə də kəskin mövzulardan yayınmağa çalışacaqsınız. Bu saatlara ciddi işlər planlaşdırmayın, daha yaxşısı, xoş bir işlə məşğul olun və yaxşıca dincəlin. Gün çox da rahat başlamayacaq. Bir çox xərçənglər başqalarının fikrinə qarşı həddindən artıq həssas olacaqlar və bu da maraqlarını müdafiə etməyi çətinləşdirəcək. Ən yaxşısı tək başına həll edə biləcəyiniz işlərə fokuslanmaq, ünsiyyəti azaltmaq və xırda şeylərə fikir verməməkdir. Heç yerə tələsməyin ki, səhvlər etməyəsiniz. Günün ikinci yarısında vəziyyət yaxşılaşacaq. Əhvalınız düzələcək, ətrafınızdakılar sizə daha diqqətli yanaşacaqlar. Vacib məsələlərdə razılığa gəlmək, perspektivli əməkdaşlıq qurmaq və buraxılmış imkanları bərpa etmək mümkün olacaq. Yeni tanışlıqlar, danışıqlar, həmfikir axtarışı və ictimai fəaliyyət üçün əla gündür. Diqqət mərkəzində ola bilərsiniz və bu, çox güman ki, sizə xoş gələcək. Ətrafdakılar sizin yalnız yaxşı tərəflərinizi görəcəklər, hətta əvvəllər sizi tənqid edənlər belə fikirlərini dəyişəcəklər. Günün birinci yarısı maraqlı və dolğun keçəcək, sonradan isə dincəlmək istəyəcəksiniz. Bu, ən yaxınlarınızla vaxt keçirmək üçün uyğun zamandır. Kütləvi tədbirlər isə sizi yora və ya əsəbləşdirə bilər. Diqqətli olun və yaranan fürsətləri qaçırmayın. Qarşınıza çıxan imkanlardan vaxtında istifadə etmək vacibdir. Xərçənglər bugün faydalı tərəfdaşlıqlar qura bilərlər ki, bu da gələcəkdə maliyyə baxımından böyük qazanc gətirəcək. Əvvəllər çəkinib başlamadığınız işlərin öhdəsindən gəlmək şansınız olacaq. Həm işdə, həm də şəxsi həyatda bu mümkündür. Düzgün sözləri tapacaq, müsbət əhvalınızı qoruyacaq və gözlədiyinizdən daha asan nəticəyə nail olacaqsınız. Sakit və taraz bir gündür. Özünüzə əminsiniz, müsbət əhval-ruhiyyədəsiniz və hətta sizi sevməyənlərə belə xoş təsir bağışlaya biləcəksiniz. Bir çox xərçəng uzun müddətdir həllini gözləyən vacib məsələlərə aydınlıq gətirəcək. Uğurlu imkanlar yaranacaq və siz onlardan bacarıqla istifadə edəcəksiniz.
Eyni zamanda özünüzə güzəşt etməmək və vəziyyəti nəzarətdən buraxmamaq vacibdir. Bəzən diqqətinizi yayındırmadan lazımi işləri görmək üçün özünüzə qarşı iradə göstərməli olacaqsınız. Amma nəticələr ən cəsarətli gözləntilərinizi də üstələyəcək. Şir. Günün işlərinə təxirə salmadan başlayın. Səhər saatlarında özünüzü enerjili və ruh yüksəkliyində hiss edəcəksiniz. Böyük iş həcmini yerinə yetirmək və bir sıra çətinliklərin öhdəsindən asanlıqla gəlmək mümkün olacaq. Həmkarlar və tərəfdaşlarla dil tapmaq çətin olmayacaq. Əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. Günün ikinci yarısı bir qədər gərgin ola bilər. Yaxınlarınızla xırda fikir ayrılıqları əhvalınızı poza bilər. Bugün şirlərə planlaşdırılmamış alış-verişlərdən uzaq durmaq məsləhətdir. Alınan şeylər uğurlu olmayacaq. Əgər impulsiv davranışlarınızı nəzarətdə saxlaya bilsəniz, gün uğurlu keçəcək. Müxtəlif insanlarla çoxsaylı söhbətlər olacaq, buna görə də qarşı tərəfi anlamaq və ortaq dil tapmaq üçün çeviklik göstərməlisiniz. Bəzi şirlər vacib bir xəbər alacaq və bu xəbər onlara tezliklə rəqiblər üzərində üstünlük qazanmağa imkan verəcək. Böyük yaşlı həmkarların məsləhətlərinə qulaq asmaq pis olmaz, bu məsləhətlər çox yerində olacaq. Axşam saatlarında xırdalıqlara görə əsəbiləşmək asan olacaq. Buna görə də bu saatlara ciddi işlər və vacib söhbətlər salmayın. Özünüzə həddindən artıq arxayın olmayın, əks halda səhvlərdən qaçmaq çətin olacaq. Ətrafdakılara sonsuz etibarınız sizi çətin vəziyyətə sala bilər. Əhəmiyyətli məlumatları yenidən yoxlamaq və detalların üzərində dayanmaq tənbəllik olmasın, bu maliyyə itkilərinin qarşısını alacaq. Bəzi şirlər hətta yaxın münasibətdə olduqları insanlarla da ortaq dil tapmaqda çətinlik çəkə bilərlər. Bəzi layihələrinizi təxirə salmalı olacaqsınız, amma bu əslində xeyrinizə olacaq. Qarşınızda yeni imkanlar açılacaq və siz bunları qaçırmayacaqsınız. Yeni və qeyri-adi işlərə başlamaq istəyirsinizsə, bunu səhər saatlarında edin, bu fürsəti qaçırmayın. Yaxınlıqda sizə dəyərli məsləhətlər verə biləcək insanlar olacaq. Onlar suallarınıza cavab verəcək və siz bu məlumatlardan dərhal istifadə edə biləcəksiniz. Günün ikinci yarısında bəzi şirlər xırda anlaşılmazlıqlardan qaça bilməyəcəklər. Bəziləri yaxınları ilə boş şeylərə görə mübahisə edə bilər. Köhnə problemlərə qayıtmaq tövsiyə olunmur, xoşagəlməz xatirələr sizi uzun müddət narahat edə bilər. Əvəzində əhvalınızı yüksəldəcək bir şey fikirləşin. Ən çətin işlər də sizi qorxutmayacaq. Şirlər enerjili, pozitiv və hər vəziyyətdə yaxşı tərəfi görə bilən olacaqlar. Yalnız işləməyəcəksiniz, köhnə müttəfiqlər ən darıxdırıcı tapşırıqları öz üzərlərinə götürəcəklər. Bəzi məişət məsələləri də həll olunmalıdır, amma bu sizi yormayacaq. Nitq qabiliyyətiniz bugün zirvədə olacaq. Vacib məsələləri müzakirə etmək üçün ideal gündür. Əhəmiyyətli insanlarla tanış olmaq və faydalı əlaqələr qurmaq şansı yaranacaq. Qarşınızda çoxlu uğurlu imkanlar açılacaq. Amma onların hamısından faydalanmağa vaxtınız çatmaya bilər. Özünüzü idarə edə bilməmək və eyni anda bir neçə işə başlamaq vərdişi sizə pis təsir edə bilər. Əgər emosiyalarınızı nəzarətdə saxlasanız, çox uğurlu bir gün yaşayacaqsınız. Yox, əgər bu alınmasa, tələskən davranışlarınıza görə peşman olacağınız ehtimalı var. Günün ikinci yarısı həm işgüzar, həm də şəxsi məsələləri müzakirə etmək üçün əlverişlidir. Fikirlərinizi aydın şəkildə ifadə edə biləcək və hər kəsi qane edəcək kompromis təklifləri irəli sürəcəksiniz. Qız. Günün birinci yarısında vacib işlərə başlamasanız yaxşı olar. Bəzi xırda xoşagəlməz hadisələr planlarınızı dəyişməyə məcbur edəcək. Bəzi məsələlərə təsir edə bilsəniz də bəzilərini olduğu kimi qəbul etməli olacaqsınız. Xırda detallara fikir verin, bugün onlar çox mühüm rol oynayacaq. Nəticəsi yalnız sizdən asılı olan işlərə diqqət yönəldin. Həmkarlarla münasibətlər isə bəzən gərgin ola bilər. Bütün çətinliklərə baxmayaraq, qızlar gün ərzində planlaşdırdıqları işləri yerinə yetirə biləcəklər. Axşamı sakit mühitdə keçirmək və yaxınların dəstəyindən yararlanmaq məsləhətdir. Nə isə deməzdən əvvəl yaxşı düşünün. Siz həddindən artıq sərt və sarkazma meyilli ola bilərsiniz. Bu, ətrafdakılarla qarşılıqlı anlaşmaya mənfi təsir göstərəcək və sizin üçün vacib olan münasibətləri poza bilər.
Eyni zamanda bir çox qızlar ehtiyatlı və detallara diqqətli olsalar, məqsədlərinə çatmaqda israrlı davransalar, bir çox problemi həll edə biləcəklər. Günün sonuna iri işləri saxlamaq olmaz. Əhvalın dəyişməsi ilə mübarizə aparmaq çətin olacaq. Daxili tarazlıq tapmaqda ailə üzvlərinin və sevdiyiniz insanın dəstəyi sizə çox kömək edəcək. Günün əvvəlində hər şey istədiyiniz kimi getməyəcək. Elə biləcəksiniz ki, ətrafınızdakılar sizə qarşı ədalətsizdir. Bu isə sizin özünüzü də kobud davranışlara sürükləyə bilər. Buna görə səbirli olmaq və başqalarının xırda səhvlərini bağışlamaq faydalı olacaq. Bu, münaqişə və digər xoşagəlməz hallardan qaçmağa kömək edəcək. Günün ikinci yarısı daha uğurlu keçəcək. Siz qeyri-standart yanaşmalarınızla bir çox məsələləri həll edəcəksiniz. Bir çox qızların yaxınları ilə münasibətləri yaxşılığa doğru dəyişəcək. Romantik münasibətlərin başlanması da mümkündür. Səhər saatlarında adətən sizə xoş olan insanlarla belə ünsiyyət sizi əsəbləşdirə bilər. Bu vaxt ciddi söhbətlər üçün uyğun deyil, amma vacib məsələləri düşünmək üçün əlverişlidir. Əgər sizi yayındıranlar az olsa, sizi narahat edən problemlərin həll yolunu daha tez tapa biləcəksiniz. Günün ikinci yarısında əhvalınız yaxşılaşacaq, ətrafdakı insanlarla münasibətləriniz düzələcək. Kiçik bir səfər və ya qeyri-adi şəraitdə romantik görüş təşkil edən qızlar əla vaxt keçirəcəklər. Bu gün cəsarətli planları həyata keçirmək üçün uyğundur. Təkcə maraqlı ideyalar deyil, onların tez bir zamanda həyata keçməsi üçün imkanlar da olacaq. İş yoldaşlarınız sizi dəstəkləyəcək. Hətta ilk dəfə rastlaşdığınız çətinliklərdə belə tez uyğunlaşacaqsınız. Günün ikinci yarısı sizi xoş olmayan sürprizlərlə qarşılaşdıra bilər. Bəzi planlar təxirə düşə bilər. Pis əhvalınızı yaxınlara yansıtmamağa çalışın, onların dəstəyi sizə mənfi hisslərdən çıxmağa kömək edəcək. Gün ziddiyyətli keçəcək. Hər şey sizin əhval-ruhiyyənizdən asılı olacaq. Əvvəllər çətinlik yaratmış məsələləri həll etmək imkanı olacaq. Bir çox qızlar əvvəldən mənfi yanaşan şəxslərlə belə razılığa gələ biləcəklər. Əgər uzun zamandır rəhbərliklə ciddi məsələləri müzakirə etmək istəyirsinizsə, indi ən münasib zamandır. Ümumi dil tapmaq düşündüyünüzdən daha asan olacaq. Bəzi planlarınızı ləğv etmək və ya təxirə salmaq lazım gələcək. Bu sizi narahat etməsin. Beləliklə, hər şeyi yenidən gözdən keçirə və səhvlərdən qaça bilərsiniz. Tərəzi. Bugün ən çətin tapşırıqları belə yerinə yetirə biləcəksiniz. Güclü intuisiya və diqqət sizə düzgün qərar tapmağa kömək edəcək, hətta ən mürəkkəb vəziyyətlərdə belə. Yeni biliklər öyrənmək və işiniz üçün lazım olan bacarıqları inkişaf etdirmək üçün əlverişli gündür. Təklifləriniz rəhbərlik tərəfindən müsbət qarşılanacaq. Alış-veriş üçün də uğurlu gündür, lazım olan hər şeyi münasib qiymətə tapa biləcəksiniz. Bəzi tərəzilərə xoş xəbər gələcək. Axşam ev məsələlərinə çox vaxt ayırmaq lazım gələcək, amma siz bunun öhdəsindən gələcəksiniz. Qarşınızda çoxlu uğurlu imkanlar açılacaq. Bəzi tərəziləri sürətli karyera yüksəlişi gözləyir. Özünüzü gözlənilməz tərəfdən göstərə biləcəksiniz və bu, reputasiyanızı nəzərə çarpacaq dərəcədə yaxşılaşdıracaq. Həmkarlarınızın və rəhbərliyin rəğbətini asanlıqla qazanacaqsınız. Uzun müddət kimsənin cəsarət etmədiyi məsələlərin də uğurla həlli mümkün olacaq. İşgüzar səfərlər və ezamiyyətlər uğurlu keçəcək, xüsusilə də uzaq və xarici olanlar. Yolda uğur sizinlə olacaq, qarşıya qoyulan məqsədlərə çatmaq gözlədiyinizdən daha asan olacaq. İstirahət və səyahət üçün də çox əlverişli vaxtdır, parlaq təəssüratlar uzun müddət yadda qalacaq. Gün kifayət qədər çətin keçəcək, amma xoş anlar da az olmayacaq. İşlərdə gecikmələr mümkündür və bu, sizin təsir edə bilməyəcəyiniz səbəblərlə bağlı olacaq. Hər vəziyyətdə israr etmək və inadkarlıq göstərmək lazım deyil, bəzən münasibətləri qorumaq üçün kiçik güzəştlər daha doğrudur. Bir çox tərəzilər şəxsi həyatı ilə bağlı narahatlıq keçirəcək, baxmayaraq ki, buna əsas yoxdur. Yeni layihələrə başlamaq üçün uğurlu vaxt deyil. Amma hazırki işlərin öhdəsindən əla gələcəksiniz. Axşam saatlarına vacib planlar salmayın, əsas məqsəd yaxşıca dincəlməkdir. Səhər vaxtınızı boş şeylərə sərf etməyin, bugünün ən uğurlu hissəsidir və onu səmərəli keçirmək lazımdır. Bəzi tərəzilər iş və ya uzun müddətli əməkdaşlıqla bağlı çox cəlbedici təkliflər alacaqlar.
Amma cavab verməyə tələsməyin, ehtimal var ki, sizə nə isə gizlədirlər. Əvvəlcə kifayət qədər məlumat toplayın. Günün ikinci yarısı xeyli çətin ola bilər. Köhnə problemlər yenidən üzə çıxa bilər və dərhal həll tələb edə bilər. Evdə də anlaşılmazlıqlar mümkündür, amma burada hər şey sizin nə dərəcədə incə davranmağınızdan asılı olacaq. Vacib məsələləri müzakirə etmək üçün münasib zamandır. Ən yaxşısı isə bu söhbətləri rəsmi olmayan şəraitdə aparmaqdır. Bu zaman ortaq dil tapmaq daha asan olacaq. Yaxınlarınızın problemlərinin həllində iştirak edəcəksiniz və bu münasibətləri daha da möhkəmləndirəcək. Eyni zamanda bəzən emosiyaları cilovlamaq çətin olacaq və tələsik qərarlar verilə bilər. Günün sonuna ciddi işlər planlaşdırmayın, ən yaxşısı başladığınız işi tamamlayıb dincəlməkdir. Diqqətli olun. Əgər şanslı imkanları qaçırmasanız, çox şey əldə edə bilərsiniz. Bəzi tərəzilər nüfuzlu şəxslərə kömək edəcək və bunun sayəsində gələcək üçün dəstək qazanacaqlar. Xarici tərəfdaşlarla əlaqə qurmaq üçün münasib gündür. Əvvəllər çıxılmaz görünən problemləri belə həll edə biləcəksiniz. Günün ikinci yarısında ətrafdakılarla ünsiyyətdə çətinliklər yaşana bilər. Başqalarının hiss və maraqlarına qarşı kifayət qədər həssas olmadığınız üçün razılığa gəlmək daha çətin olacaq. Əqrəb. Bugün müxtəlif insanlarla asanlıqla ünsiyyət quracaq və bundan zövq alacaqsınız. Danışıqlar, çıxışlar və görüşlər uğurlu keçəcək. Diqqət mərkəzində olmaq sizə çətin gəlməyəcək, ən çətin suallara belə əminliklə cavab verə biləcəksiniz. Ətrafınızdakılar sizə simpatiya və etimad göstərəcəklər. Bəzi iş münasibətləri romantik istiqamətə keçə bilər. Günün ikinci yarısında xırda çətinliklər mümkündür, lakin bunlar ciddi problemlərə səbəb olmayacaq və tez aradan qalxacaq. Əvvəlcə günün uğursuz keçəcəyini düşünəcəksiniz, amma tezliklə hər şey düzələcək. Səhər saatlarında əksər əqrəblər təkbaşına öhdəsindən gələ biləcəkləri işlərə fokuslanmalıdır. Başqalarının köməyinə çox bel bağlamaq olmaz. Onlar sizə imtina etməyəcək, amma ortaq dil tapmaq və razılığa gəlmək çətin olacaq. Sağlam düşüncə və praktik yanaşma sizə bir çox məsuliyyətli məsələləri həll etməyə kömək edəcək. Gələcək işlərinizdə lazım olacaq bilikləri əldə etmək üçün imkan yaranacaq. Uzun zamandır gözlədiyiniz xoş xəbərləri almağınız mümkündür. Bugündən çox şey gözləməyin. Həmkarlarla ortaq dil tapmaq çətin olacaq, rəhbərliklə isə ümumiyyətlə qarşılaşmamaq daha yaxşı olar. Əksər əqrəblər alışdıqları işlərə fokuslanmalıdır, çünki onların öhdəsindən təkbaşına gələ biləcəklər. Dəfələrlə diqqətinizi yayındıracaq hallar olacaq, amma özünüzü ələ almalı, səhlənkarlığa yol verməməlisiniz. Bu sizə baha başa gələ bilər. Yaxın insanlarla ünsiyyətdə incə davranmaq çox vacibdir. Elə biləcəksiniz ki, onlar qəsdən sizin səbrinizi yoxlayırlar. Amma müsbət yanaşma və xoş münasibət köhnə gərginlikləri aradan qaldırmağa yardım edəcək. Bugün ciddi məsələləri düşünmək və vacib qərarlar vermək üçün əladır. Siz boş xəyallara qapılmayacaqsınız və heç kim sizi çaşdıra bilməyəcək. Başqalarının məsləhətinə ehtiyacınız olmayacaq, əvəzində siz başqalarına yaxşı tövsiyələr verə bilərsiniz və bunu müsbət qarşılayacaqlar. Pul məsələlərində, xüsusilə başqasının puluna dair mövzularda risk etməyin. Maliyyə ilə bağlı hər şeydə maksimum diqqətli olun. Şəxsi münasibətlərdə müsbət tendensiyalar üstünlük təşkil edəcək. Əgər bu sahədə dəyişiklik istəyirsinizsə, təşəbbüs göstərməkdən çəkinməyin. Bütün cavabların sizdə olduğunu düşünməyin. Həddindən artıq özünə inam bugün münasibətləri poza bilər. Əqrəblər təkbaşına görə biləcəkləri işlərə fokuslanmalıdırlar. Başqaları ilə anlaşmaq adi günlərdən daha çətin olacaq. Hətta adətən yaxşı anlaşdığınız insanlarla da dil tapa bilməyəcəksiniz. Yaxınlarınızla mübahisədən qaçın, əks halda münasibətlər ciddi şəkildə zədələnə bilər. Hər mövzuda haqlı olmaq üçün inad etməyin, bugün həmişə haqlı siz olmayacaqsınız. Günün əvvəlindən enerji dolu olacaqsınız və bu, uğurlu nəticələrə gətirib çıxaracaq. Bir çox əqrəblər həm iş, həm də ev problemləri ilə eyni anda məşğul olacaq və bunun öhdəsindən uğurla gələcəklər. Enerjiniz və həvəsiniz ətrafdakılar tərəfindən fərq ediləcək, nüfuzunuzu artıracaq və rəhbərlik qarşısında özünüzü yaxşı tərəfdən göstərəcəksiniz. Sərfəli razılaşmalar bağlamaq mümkün olacaq və bunda sizin cazibəniz mühüm rol oynayacaq.
Ətrafdakılar sizinlə əməkdaşlığa həvəslə yanaşacaqlar. Liderlik bacarıqlarınız ortaya çıxacaq və bu, karyeranızda əhəmiyyətli rol oynayacaq. Ox atan. Günün birinci yarısı əsəbi və gərgin keçə bilər. Diqqətinizi toplamaq və düzgün prioritetlər müəyyənləşdirmək çətin olacaq. Əhəmiyyətsiz məsələlər sizi tez-tez yayındıra bilər. Kiçik, amma vacib bir əşyanı itirmək ehtimalı var. Tələsik qərarlar verməyin, çünki səhv ola bilər. Rutini işlərə fokuslanın və emosiyalarınıza nəzarət edin. Bir qədər sonra əksər ox atanlar tarazlığı bərpa edəcəklər. Əsas problemləri həll etmək və axşam yaxınların dəstəyini almaq mümkün olacaq. Uğurlu və hadisələrlə dolu bir gündür. Siz enerji və həvəs dolu olacaqsınız, hətta ətrafınızdakiları da ilhamlandıracaqsınız. Bir çox ox atanlar rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək dəyərli təkliflər irəli sürəcəklər. Siz faydalı əlaqələr quracaq və nüfuzlu himayədarlar əldə edəcəksiniz. Gələcək işlərdə lazım olacaq və gəlirinizi artırmağa kömək edəcək biliklər öyrənə biləcəksiniz. Yaxın qohumlardan birinə kömək etmək imkanı yaranacaq və siz bu fürsətdən mütləq istifadə edəcəksiniz. Maraqlı şəraitdə yeni və diqqətə layiq tanışlıqlar mümkündür. Bir çox məsələlərin öhdəsindən gələcəksiniz, amma bu asan olmayacaq. Yeni şeylər öyrənmək üçün çox əlverişli gündür. Bu biliklər yaddaşınızda uzun müddət qalacaq və yaxın gələcəkdə sizə lazım olacaq. Bir çox ox atanlar sərfəli razılaşmalar bağlayacaqlar və bu uğurda onların şəxsi cazibəsi az rol oynamayacaq. Yaxın qohumlarınıza və ya faydalı bir insana kömək etmək fürsəti yaranacaq. Amma imkanlarınızı düzgün qiymətləndirmək vacibdir. Özünüzə əlavə yük götürməyin və tələsik vədlər verməyin. Yoxsa başladığınız işləri yarımçıq buraxmaq riski var və bu, reputasiyanıza ciddi zərər vura bilər. Günün əvvəlində sakitlik gözləməyin. Bir tərəfdən önəmli işlər görməli olacaqsınız, digər tərəfdən isə ətrafdakı insanlar sizi başa düşməkdə çətinlik çəkəcəklər. Hətta kömək etmək istəyənlər belə bəzən problem yaradacaqlar. Amma siz çox da əsəbləşməsəniz, gərginlikdən qaça biləcəksiniz. Günün ikinci yarısında dincəlmək və qayğılardan yayındırmaq mümkün olacaq. Köhnə tanışlardan biri sizə xoş xəbər verəcək, sevdiyiniz insan isə sizi gözəl sürprizlə sevindirə bilər. Kiçik səfərlər uğurlu keçəcək. Əgər uzun müddətdir böyük bir iş görmək istəyirsinizsə, indi tam zamanıdır. Səmimiyyət və dürüstlük sizə başqalarının rəğbətini qazandıracaq və onların dəstəyini alacaqsınız. Ox atanlar bugün xüsusilə enerjili olacaq və ətrafdakıları da motivasiya edə biləcəklər. Günün ikinci yarısı bir qədər zəif ola bilər, buna görə özünüzdən həddindən artıq şey gözləməyin. Əgər sizi məyus edən bir şey olarsa, bu barədə yaxın bir insanla danışmaq sizə yüngüllük gətirəcək. Əgər çətin və mühüm işlər planlaşdırmısınızsa, bu işlərlə dərhal məşğul olmağa başlayın. Günün ilk yarısı yeni biliklər qazanmaq üçün çox əlverişlidir. Hətta əvvəllər qarşılaşmadığınız tapşırıqları da asanlıqla yerinə yetirəcəksiniz. Bir çox ox atanlar dəyərli təkliflərlə çıxış edəcəklər və rəhbərlik bunu yüksək qiymətləndirəcək. Gözəl xəbərlər almağınız mümkündür və bu, əhvalınızı uzun müddət yüksək saxlayacaq. Günün sonunda xırda şeylərə çox da əhəmiyyət verməməyə çalışın və ətrafınızdakiların zəifliklərinə qarşı anlayışlı olun. Belə etsəniz, mübahisələrdən qaça və daxili rahatlığınızı qoruya biləcəksiniz. Oğlaq. Bu gün dolu və uğurlu keçəcək. Gözlədiyinizdən çox iş görəcəksiniz. Uğur sizə hər sahədə kömək edəcək. Xarici tərəfdaşlarla əlaqələr və imzalanan müqavilələr gəlir gətirəcək. Bir çox oğlaqlar nüfuzlu şəxslərin dəstəyini qazanacaqlar. Hüquqi məsələlər də müsbət həll olunacaq. Uzaq səfərlər və ezamiyyətlər uğurlu keçəcək. Günün ikinci yarısında bir qədər sakitləşmək, qərarları diqqətlə düşünmək və axşam istirahət etmək daha məqsədə uyğundur. İstənilən çətinlik sizə asan görünəcək. Gün boyu yüngüllük və pozitiv ruh halı sizinlə olacaq. Bir çox oğlaqlar eyni vaxtda həm iş, həm də ailə məsələlərinin öhdəsindən uğurla gələcəklər. Alış-veriş, müqavilə bağlamaq və razılaşmalar üçün uğurlu gündür. Cazibədarlığınız nəzərə çarpacaq dərəcədə artacaq. Hətta köhnə düşmənlərinizi belə öz tərəfinizə çəkə biləcəksiniz.
Axşam tədbirlərə getmək və ictimai yerlərdə olmaq üçün yaxşı zamandır. Parlaq emosiyalar yaşayacaqsınız. İşgüzar münasibətlərin romantik səviyyəyə keçməsi mümkündür. Gün çətin olacaq, amma siz hər şeyin öhdəsindən gələcəksiniz. Ətrafınızdakı insanlarla fikir ayrılıqları qaçılmaz olacaq. Bütün planlaşdırdığınız işləri həyata keçirmək mümkün olmayacaq və bu sizi narahat edəcək. Bir çox oğlaqlar hər xırda şeyə görə stres keçirəcəklər. Etibarlı tərəfdaşlar belə bəzi uğursuz təsadüflər ucbatından sizi yarı yolda qoya bilərlər. Heç yerə tələsməyin və başqalarının sizi tələsdirməsinə imkan verməyin. Vacib detalları gözdən qaçırmamaq üçün maksimum diqqətli olun. Duyğularınızı nəzarətdə saxlamağa və daxili balansınızı bərpa etməyə yaxın dostlarınız və sevdiyiniz insan kömək edəcək. Yeni tanışlıqlar üçün əla gündür. Bu tanışlıqlar faydalı olacaq, siz dərhal diqqət çəkəcəksiniz. İş mövzularını müzakirə etmək, yeni köməkçilər və tərəfdaşlar axtarmaq olar. Adi işlər sizə bir qədər darıxdırıcı görünə bilər, daha maraqlı və yaradıcı fəaliyyətə başlamaq istəyəcəksiniz və bu imkan da yaranacaq. Axşam sizin üçün çox dəyərli bir insanla ünsiyyət üçün uyğundur. Hətta yaxınlarda hansısa məsələdə mübahisə etmisinizsə belə, bugün ortaq dil tapmaq asan olacaq. Gözlənilməz mənbələrdən kiçik maliyyə gəlirləri mümkündür. Sakitliyinizi qorusanız, hər şey uğurlu olacaq. Ətrafdakılar sizi xırda məsələlərlə yayındırmağa çalışsalar da, buna görə əsəbləşməyə dəyməz. Diqqətinizi əsas məsələlərə yönəldin. Bu həm sakitliyinizi qorumağa, həm də yaxşı nəticələr əldə etməyə imkan verəcək. Bugün ən yaxşısı öz gücünüzə güvənməkdir. Başqaları kömək etməyə çalışsalar da, onların enerjisini düzgün istiqamətə yönəltmək çətin ola bilər. Yeni tərəfdaşlar və dəstək verəcək nüfuzlu insanlar peyda ola bilər. Yeni uğurlar üçün gözəl gündür. Hansı işə başlasanız, yaxşı nəticə əldə edəcəksiniz. Amma bunun üçün əziyyət çəkməyə də hazır olmalısınız. Bir çox oğlaqlar işlərində onlara çox lazım olacaq yeni biliklər qazanacaqlar. Qısa işgüzar səfərlər uğurlu keçəcək, qarşıya qoyulan bütün məsələləri tez bir zamanda həll edəcəksiniz. Uzun müddətdir sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək üçün münasib zamandır. Cazibəniz nəzərə çarpacaq dərəcədə artacaq və bu da ətrafdakılar tərəfindən fərq ediləcək. Hətta münasibət qurmaqda çətinlik çəkdiyiniz şəxslərlə belə ümumi dil tapa biləcəksiniz. İşgüzar münasibətlərin romantikaya çevrilməsi istisna deyil. Dolça. Günü sakit və sizə tanış olan işlərlə başlayın. Bugün emosiyalarınızı idarə etmək və vəziyyəti obyektiv qiymətləndirmək çətin ola bilər. Rəhbərlik və həmkarlarla münaqişələrdən uzaq durun, pozitiv əhval-ruhiyyədə qalmağa çalışın, günün qalan hissəsi uğurlu keçəcək. Özünü ələ ala bilən dolçalar bir çox vacib məsələləri uğurla həll edəcəklər. Qərar verməzdən əvvəl tələsməyin, bütün riskləri ölçüb biçin. Maraqlı tanışlıqlar mümkündür və bunlar gələcəkdə faydalı əməkdaşlığa çevrilə bilər. Günün əvvəlində gərginlik yaşanacaq, amma sonradan hər şey düzələcək. Əsas maneə emosional vəziyyətiniz olacaq. Bir çox dolçalar hər xırda şeyə görə narahat olacaq, bu isə işə fokuslanmağa mane olacaq. Ən yaxşısı sadə və tanış işlərdən başlamaqdır. Bu, özünüzü toparlamağa və daha pozitiv düşünməyə kömək edəcək. Ətrafınızdakiların köməyini rədd etməyin, hətta hər şeyin öhdəsindən tək başına gələcəyinizi düşünsəniz belə. Günün ikinci yarısında siz daxili tarazlıq əldə edəcək, bir çox maraqlı perspektivlər görəcək və onları uğurla dəyərləndirəcəksiniz. Əgər bugün dünyanı daha yaxşıya doğru dəyişə bilməsəniz belə, ən azı buna cəhd edəcəksiniz. İlham və həvəs gün boyunca sizinlə olacaq. Bir çox dolçalar ən çətin məsələləri həll etməklə yanaşı, ətrafdakılara da motivasiya verəcəklər. Əgər yetərincə səy göstərsəniz, işlərdə gözlə görülən uğurlar mümkündür. Ünsiyyətdə biraz kobud və düz sözlü olacaqsınız. Bu, hamının xoşuna gəlməyəcək, amma bu yolla ikimənalı hallardan qaçacaqsınız. İntuisiyanız nəzərə çarpacaq dərəcədə güclənəcək. Ona qulaq asın, məntiqsiz görünən situasiyalarda o sizə çıxış yolu göstərəcək. Maraqlı insanlarla tanışlıqlar mümkündür və bu, uzun və yadda qalan münasibətlərin başlanğıcı ola bilər. Əvvəlcə elə biləcəksiniz ki, hər şey tam əksinə gedir. Amma müsbət tendensiyaların təsiri tez bir zamanda artacaq, biraz gözləmək kifayətdir.
Çətin anlarda köhnə dostlara müraciət edin, onlar sizi ruhlandıracaq və əhvalınızı qaldıracaq. Yeni tanışlar isə bunu bacarmayacaq. Günün ikinci yarısı bir çox peşəkar imkanlar yaradacaq. Amma bunlardan istifadə etmək üçün qərarlı və bəzən hətta sərt davranmalısınız. Ona görə diqqətinizi toplayın və heç kimə sizi qabaqlamağa imkan verməyin. Əhvalınız sabit olmasa da ruh yüksəkliyi sizə kömək edəcək. Günün əvvəlində dolçalar üçün diqqəti cəmləmək çətin olacaq. Hər addımı düşünərək atın və ünsiyyətdə diqqətli olun, əks halda anlaşılmazlıqlar və mübahisələr qaçılmaz olacaq. Yavaş-yavaş müsbət təsirlər güclənəcək. Günün sonunda vacib işləri başa çatdıracaq, itirdiklərinizi bərpa edəcək və səhvləri düzəldəcəksiniz. Romantik görüş üçün axşam çox münasib olacaq. Hər şey ilk cəhddə alınmayacaq. Xırdalıqlara həddindən artıq fikir verəcəksiniz və əvəzində həqiqətən vacib məsələləri nəzərdən qaçıracaqsınız. Tələsməyin, bugün qəbul etdiyiniz qərarlar yanlış ola və gələcəkdə problemlər yarada bilər. Bir çox dolçalar üçün hətta çoxdan planlaşdırılmış layihələri həyata keçirmək çətin olacaq. Vəziyyətlər hər zaman sizin istəyinizə uyğun formalaşmayacaq. Çətin məsələləri müzakirə etməyin, razılığa gəlmək çətin olacaq, əvəzində mübahisə etmək ehtimalı yüksəkdir. Axşamı tək keçirmək, buraxdığınız səhvləri təhlil etmək və onları təkrarlamamaq üçün yollar düşünmək daha faydalı olacaq. Balıqlar. Günün birinci yarısında ətrafınızdakı insanlarla mübahisələrdən qaçmaq çətin olacaq. Amma ciddi qarşıdurmaların qarşısını almaq sizin ixtiyarınızdadır. Mümkünsə başqalarının iştirakı tələb olunmayan işlərlə məşğul olun. Kiçik maliyyə çətinlikləri yarana bilər, amma təmkinli davransanız, onları asanlıqla aradan qaldıracaqsınız. Günün ikinci yarısı daha məhsuldar keçəcək. Vacib müqavilələr bağlamaq və uğurlu danışıqlar aparmaq mümkün olacaq. Axşam isə yaşlı qohumlara vaxt ayırmaq lazım gələcək, amma bunun üçün həm gücünüz, həm də istəyiniz olacaq. Hər şey ürəyinizcə olmayacaq. Həmişə asanlıqla anlaşdığınız insanlarla belə fikir ayrılıqları yarana bilər. Bir çox balıqlar küskün və tez inciyən olacaqlar, bu isə onların xeyrinə olmayacaq. İri layihələrə başlamaq üçün uğurlu zaman deyil. Hətta adi nəticələrə çatmaq üçün daha çox vaxt və güc sərf etməli olacaqsınız. Günün ikinci yarısında evlə bağlı problemlər özünü göstərə bilər. Buna görə planlaşdırdığınız görüşləri təxirə salmalı olacaqsınız. Pis əhvalınızı başqalarından çıxmamağa çalışın, əks halda pozulmuş münasibətləri bərpa etmək uzun zaman ala bilər. Gözəl və hadisələrlə dolu bir gündür. Siz əməkdaşlığa meyilli olacaqsınız və bu, birgə işləri xüsusilə məhsuldar edəcək. Əksər balıqlar başqalarının maraqlarını anlamaqda çətinlik çəkməyəcək. Çoxlu faydalı əlaqələr qurmaq və nüfuzlu dəstəkçilər qazanmaq üçün imkanlar yaranacaq. Qarşınızda əlverişli perspektivlər açılacaq və əsas məsələ, onları vaxtında görmək və dəyərləndirməkdir. Uzun müddət ümidsiz görünən problemləri də həll edə biləcəksiniz. Səhər çətin olacaq, xüsusilə də bu vaxtda vacib işlər planlaşdıran balıqlar üçün. Bir anlıq çaşqınlıq yaxşı bir imkanı qaçırmanıza və ya sonra peşman olacağınız bir söz demənizə səbəb ola bilər. Təcrübəli balıqlar vəziyyətdən daha asan çıxacaqlar, çünki onlar artıq bir neçə dəfə səhv edərək düzəltməyi öyrəniblər. Axşama yaxın sevinmək üçün səbəblər artacaq. Günün ikinci yarısı, xüsusilə uzun müddətdir hisslərini etiraf etməyə cəsarət etməyən aşiq balıqlar üçün əlverişli olacaq. Bunun üçün imkan mütləq yaranacaq. Gərgin gün olacaq, amma xoş anlar da gözlənilir. İş və ailə məsələlərini paralel həll etmək asan olmayacaq. Əsas odur ki, diqqətinizi yayındıran boş narahatlıqlardan uzaq durasınız. Bugün balıqlar üçün vacib qərarlar vermək tövsiyə olunmur, nəticələri öncədən düzgün qiymətləndirmək çətin ola bilər. Günün sonuna doğru gücünüzü toplayacaq, başladığınız işləri başa vuracaq və özünüzü yaxşı tərəfdən göstərəcəksiniz. Axşam isə uzun müddətdir vaxt tapa bilmədiyiniz sevimli məşğuliyyətlərə həsr olunmalıdır. Gün o qədər də uğurlu olmasa da yenə də müsbət anlar yaşanacaq. Vaxtınızı boşa sərf etməyin. Səhər saatlarında ətrafdakılarla dil tapmaq, onları ruhlandırmaq və vacib məsələləri həll etmək bacarığınız yüksək olacaq. Qısa müddətli və gəlirli müqavilələr imzalamaq mümkündür. Günün ikinci yarısı balıqlar üçün bir çox sınaqlar gətirəcək.
Heç yerə tələsməyin, qərar qəbul etməyin və vədlər verməyin. Hətta etibarlı tərəfdaşlar belə sizi məyus edə bilər, buna görə də bəzi planları təxirə salmaq lazım olacaq.